Deməli, Chrome-dan daxil olmaq üçün səhifəyə daxil oluruq. Yazırıq Fabirlik şəxsi kabinet. Baxın, gəldi. Daxil oluruq. Qeyd edeyim ki, burada da daxil olarkən sizdən kod parol istədikdə yazıcı yuxarıda telefon nömrəsi, aşağıda parol istəyəcək. Məndə burada hazırdır deyənə birbaşa daxil oldu. Yuxarıda 7 rəqəm, 7 ilə başlayan kodumuzu yazırıq. Aşağıda isə parolumuzu yazırıq. Sonra daxil oluruq. Gəldi. Adam işarəsinə vururuq. Gəlir səhifənin əvvəli. Ana səhifədir bu. Burada düzdür, müxtəlif kabinetlər var ki, oradan hər birisinin özünə məxsus daxil olub, oradan hər birində maaşımıza baxırıq, birində struktura baxırıq. Onlarla işim yox. İndi yuxarıda adam işarəsi var, sumka işarəsi var, bir də ürək. Ürək sevimli məhsullarımızı ürək işarəsinə vurduqda saxlamaq olur, yaddaşdakı istədiyimiz vaxt rahat tapaq. Onun yanında səbət işarəsinə daxil oluruq. Baxın, gəldi səbətimiz. Burada deməli istədiyimiz məhsulları sifariş vermək üçün daxil oluruq. Bax, burada yenə də lupa işarəsi var. Yanında belə interesli kvadrat kimi. Orada daxil oluruq birinciyə. Buradan, məsələn, yazaq 30-22. Buradan məhsulun kodunu yazırıq. Baxın, beauty kafe gəldi. Əlavə etmək. Bax, burada vura bilərik. Əgər istəyirsə 2 dənə, 3 dənə və yaxud daha çox, bu üstəgəl işarəsinə vururuq. Və yaxud 3 dənə vurmuşuq, təzədən azaltmaq istəyirsə, bu çıx işarəsinə vururuq. Vurduqdan sonra əlavə etməyə vururuq. Gördünüz? Məsələn, 1342 uşaqlar üçün zərli geldi. 342. Baxın, gəldi. Bunu da əlavə eləmək istəsək üstə gələ basırıq, istəməsək elə əlavə etib basırıq. Və indi daha istədiklərimiz bitdisə, bu X işarəsinə vururuq. Gördünüz, səhifəyə qayıtdı. Ondan sonra buradan aşağı çəkirik. Baxın, buradan əgər biz məsəl üçün ünvanı dəyişmək istəsək, bu işarəyə vururuq. Oradan da istədiyimiz, bax, yeni əlavə, nöqtə əlavə etmək, üstə gəl işarəsi var burada, axtarış işarəsi kimi. Bax, buradan, bax, yenə gözü göstərir ki, Bakı, Azərbaycan, bəli. Məsələn, başqa Gürcüstan falan elə də olar. Və siyahıdan vururuq. Yenə burada gördünüz, gəldi. Əgər məntəqənin nömrəsini biliriksə, bura qeyd edirik, paylaşdırma məntəqəsi yazılan yerə. Yox, əgər məntəqənin nömrəsini əzbər bilmirik, ünvanı yeni seçiriksə, buradan axtarıb tapırıq. Məndə ünvan hazır orada var, yəni lazım olan ünvandır. Ona görə qayıdıram səbətimə, yəni və davam edirəm. Davam etdikdə aksiyaların kateqoriyaları var. Bax, burada göstərir. İstəsək bunların üzərinə basıb gələ bilər. İstəsək bura vurmasaq belə, buradan göstərir aksiyalar ki, məsəl üçün 12 manat aldıqda hansı məhsullar endirimlə götürə bilərik. Və sonra burada var deməli, kataloqun, belə saytın üzərində özündə deməli aksiyalar var ki, 75% endirimlə məhsullar istəsə götürmək. Burada qablaşdırmadır, yəni kloklar, paket, kağız paketlər və s. Bunlardan nəsə məsəl üçün götürmək istəsək, məhsulları seçmək. Bunun üzərinə vurub orada hər hansı bir məhsulu seçə bilərik, məsələn bunu. Seçdikdən sonra isə mütləq tətbiq etə basırıq və gəlir düşür səbətimizə və yenə davam et. Davam et və burada baxırıq, hə, ünvan falan hər şey qaydasındadır. Məsəl üçün, əgər alıcının nömrəsini dəyişmək lazımsa, burada dəyişmək yerinə varırıq. O nömrəni istədiyimiz nömrəyə zəng gəlmək üçün ora vururuq. Ehtiyac yoxsa demirik. Və gəlirik tam axıra qədər ki, baxaq görək, hə, istədiyimiz məhsullar, qiymət nədir falan. Və əslində burada 30 manatlıq məhsul olmalıdır. Gəlin bir də əlavə eləyək ki, endirim versin. Şampunlardan götürək məsəl üçün, düşür də. Saçların böyüməsini tətbiq et. Davam etmək. Baxın, bunu götürək, ətirlərdən birini də götürək, məsələn, şahinçisi tətbiq et. Davam et. Gördünüz, bax, bu yağların eyni qiymət gəlirdi, amma indi endirim oldu. Deməli, 37 manatlıq məhsula 31 manat ödəniş çıxdı, gəlişlə bir yerdə. Və sifarişi təsdiqləmək. Vururuq. Bax, gördünüz, təsdiqləyir. Çox təsdiqlədi. Əgər biz sifarişimizi dəyişmək istəyiriksə, o zaman qaydırıq yenə arxaya, geriyə və burada qələm işarəsinə vururuq. İmtina etmək. Çünki mən indi bu sifariş lazım deyil mənə. Burada məsəl üçün nəyisə çıxartmaq istəyiriksə, çıx işarəsinə vururuq və bu cürlə davam edirik. Və salam, bu qədər rahat. Və yaxud da burada baxın, bir yeşil işarəsi var. Bunun üzərinə vurduqda da o silinir. Burada vurduqda bir neçəsini silə bilərik məhsulların. Baxın, sonra gəlir silmək. Salam, həmin o məhsullar pozuldu. Yəni bu qədər. Yəni